Hər kəsə Allahın salamı olsun. Hal-hazırda mən sizə dərsləri necə düzəldə bilərik, bir neçə belə deyim üsulda göstərəcəm bunları. Deməli bunun üçün bizə lazımdır ya Faberlic deməli proqramı lazımdır, tətbiqi lazımdır və yaxud da ki Google-dan da daxil ola bilərik. Tətbiqə daxil olandan sonra hər bir kəs öz şəxsi kod parolunu yazır, daxil olur. Yəni mən də öz şəxsi kod parolumu yazıb bayaqdan daxil olmuşam və burada məhsullar bölməsi vardır. Məhsullar bölməsinə daxil olduqda bircə dəqiqə. Məhsullar bölməsinə daxil olduqda, baxın burada kateqoriyalar var. Məsələn, daxil olaq yeni məhsullara. Burada məhsulların şəklini necə endirmək lazımdır, onları mən sizə göstərəcəm. Baxın, deyək ki, birinci məhsulun üzərindən bastıq. Burada bunun rəngarəng belə formada da şəkli var, tək formada da şəkli var. Siz hansını istəsəz endirə bilərsiniz. Məsələn, bunun üzərindən basdıqda bu daha geniş ekranda açılır və burada yuxarıda görürsünüz, endirmək ox işarəsi var. Artıq uğurla qeyd olundu yazıldı. Bu formada bir neçə məhsulları, hətta baxın, bir neçə məhsul artıq dəst şəklində də, bax, məsələn, 2 məhsulu da bunun üzərinə qiymət yazıb elə. Bunu bu şəkildə deyək ki, endirib, heç hazırlamağa ehtiyac yoxdur, çünki burada var. Bu şəkildə endirib, dəst şəklində də üzərinə qiymət yazıb paylaşa bilərsiniz. Məsələn, deyək ki, bax, bu skrapdır da, düzdür. Görürsünüz, burada dəst şəklindədir. Siz bu dəstəyə yuxarıdakı, bax, bu işarə ilə telefonunuza bir dənə üzərinə basmaqla endirilir. Vəssalam. Endirib elə bax kataloqdan bu məhsulların qiymətlərini götürüb, toplayıb kalkulyatordan üstünə yaza bilərsiniz və şəkil hazırdır. Logonuzu, adınızı, kodunuzu, telefon nömrənizi, sosial şəbəkə adlarınızı yaza bilərsiniz. Hə, deyək ki, bu şəkilləri yüklədik. Yükləyəndən sonra, onu deyim ki, Google-dan da olur. Yükləyəndən sonra indi mən sizə bir neçə üsulla bu şəkillərdən necə dəst düzəldə bilərik, onu göstərəcəm. Birinci üsul, baxın, burada Fotorum proqramı var. Daxil oluruq Fotorum proqramına. Burada Начни с foto var. Yəni şəkillərdən başla. Начни с foto. Всё, mən artıq qaleriyama endirmişəm və məsələn deyək ki, bunu seçirəm. Məsələn, tək bayaq indirdim axı mən bunu. Bunu seçirəm. Burada bizə arxa fon necə olsun? Bax, onlar üçün nümunələr verir. Görürsüz? Fonlar var, müxtəlif fonlar var. Ölçülər var. Məsələn, deyək ki, belə bir şey seçdim. Bir dəqiqə gözləyək. Aha. Bircə dəqiqə. Qoy mən bildiyim yolla gedim. Burada sadə fonlar var. Sadə fonlardan birini götürək. Baxın. Baxın, burada portret var, kvadrat var, albomnaya var. Bura, məsələn, deyək ki, portretə daxil olaq. Bax, burada ox işarəsi gəlir. Bu ox işarəsinə daxil olduqda artıq bizim qaleriyamızdakı şəkillər bura düşəcək və burada arxa fonu daha rəngarəng eləyə bilərsiniz siz. Bax, burada qaleriya var. Daxil oluram qaleriyaya. Последний şəkillər. Məsələn, bax, deyək ki, bunu seçirəm. Bunu seçdik. Bir dəqiqə. Bunu seçdik. Bax, bunu böyüdə bilərik, kiçildə bilərik. Bu tərəfə deyək ki, qoyuram. Qatova eləyirəm. Yenə yanına bir başqa şəkil eləyirəm. Axı, mən dəstə hazırlamaq istəyirəm. Yenə qaleriyaya daxil oluram. Baxın, burada, məsələn, deyək ki, yanına da qoymaq istəyirəm bunu. Məsələn, deyirəm, bir neçə şəkilləri siz belə yan-yanaşa qoya bilərsiniz. Всё, deyək ki, bunu bura qoyduq. İndi kiçildirsiniz, böyüdürsünüz, yerini dəyişirsiniz. Bu artıq sizin fantaziyanıza qalmış bir məsələlərdir. Burada yazı yazmaq işarəsi var. Bax, bura daxil oluruq. Görürsünüz, müxtəlif formalarda bizə yazı yazmaq məsələn, önərir. Məsələn, deyək ki, bunu yazdıq. Yazıram ki, məsələn, dəst, məsələn, deyirəm, 12 manat. Oldu mu belə? Всё, dəst 12 manat. Və yaxud da bura başqa bir şeylər də yaza bilərsiniz. Deyək ki, yaza bilərsiniz ki, parıltılı brilyantlar. Brilyantlar. Yenə səhv getdi, bir dəqiqə. Parıltılı brilyantlar. Məsələn, deyək ki, parıltılı brilyantlar sözünü də gətiririk bura. Və yaxud da ki, bunun şrifini dəyişmək istəyiriksə, baxın, burada 3 nöqtə var. 3 nöqtəyə daxil oluruq. Udalit eləyə bilərsiniz. Nazadni plan var. Arxa tərəfə keçirə bilərsiniz. Kopyalaya bilərsiniz. Bura daxil oluruq. Məsələn, deyək ki, burada rəngini, bax, görürsünüz, stilini dəyişə bilərsiniz. Və yaxud da ki,
bircə dəqiqə. Bax bu şəkildə. Yazdınız nə istəyirsinizsə. Ondan sonra orada aşağıda indi mənim əlim dəydim çıxdı. Aşağıda saxranit var. Saxranit verən kimi qaleriyaya düşür. Yəni bu bizim birinci variantımız. İndi keçirəm ikinci varianta. İkinci variant elə WhatsApp üzərindən biz bunu eləyə bilərik. Məsələn, deyək ki, belə bir dəst seçirəm. Dəst seçirəm. Baxın, yuxarıda burada yazı yazmaq var. Ən sadə optimal variantı. Burada da yazı şriftləri var, hərflərin formaları var. Hansını seçirsiniz? Məsələn, elə olsun birincisi. Məsələn, yazıram ki, dəst deyək 20 manat. Rəngini dəyişə bilərsiniz. Bax, burada kənarda rənglər var. Görürsünüz ki, dəyişə bilərsiniz. Məsələn, hansı rəng istəyirsiniz yaza bilərsiniz. Yazdıq, bura qoyduq. Yenə yazı yaza bilərsiniz. Əgər istəmirsinizsə, bax, buradan geri dönüş var. Yuxarıda, WhatsApp-ın yuxarısında. Bax, görürsünüz burada. Geri dönüş var. Onu yazıb geri dönüş eləyə bilərsiniz. Məsələn, deyək ki, burada loqomuzu yapışdıra bilərsiniz. Bir dəqiqə, bax, loqonu yapışdırmaq üçün bura daxil olmalıyıq. Bura daxil olanda görürsünüz, elə, məsələn, mən loqonu yaddaşa vermişəm. Loqonu qoydum, məsələn, deyək ki, bura istəyirsiniz, bura qoyun, istəyirsiniz, bura qoyun, fərq etməz. Bu da bizim ikinci üsulumuz. Göndərdik, məsələn, şəklimiz hazırdır. Bu qədər rahat. İndi keçirəm üçüncü üsula. Üçüncü üsul bizdə InShot proqramıdır və bu proqrama daxil oluruq. Burada məsələn var video, foto, yəni siz burada video da hazırlaya bilərsiniz, foto da hazırlaya bilərsiniz. Məsələn, mən gətirirəm, deyək ki, fotonu. Buradan da bax, görürsünüz, aşağıda nə qədər üstünlükləri var. Yazıya daxil oluruq, T hərfi, text. Məsələn, yazıram dəst 20 manat. Ən rahatı mənə elə gəlir ki, WhatsApp-dan olacaq. Burada da rəngi dəyişmək olar. Baxın, alt yazı qoymaq olar. Belə bir şeylər eləmək olar. Görürsünüz, aşağıda, bax burada. Bax bu hissədə formalar var. Burada da rənglər var. Burada şrif forması var. Burada başdan qoymaq istəyirsən, ortadan fərqi yoxdur da. Baxın, bax burada cürbəcür formalar var. Yəni istədiyiniz formaya sala bilərsiniz. Belə, məsələn, deyək, gətdi qoyduq bura. Buradan da yenə InShot proqramından da stiker əlavə eləyə bilərik. Bura daxil olanda mən öz loqomuzu yaddaşa vermişəm. Məsələn, gətirdik, deyək ki, bura qoyduq. Böyüdürük, kiçildirik, heç fərq etməz. Yəni, necə istəyirsinizsə o şəkildə eləyirsiniz. Buradan da eksport verirsiniz, yaddaşa verirsiniz. Bu da növbəti üsul. Yəni, mən sizə 3 üsul göstərdim. Fotorum, InShot, WhatsApp və CapCut proqramından da eləyənlər var. Orada da maraqlı formalar var. Yəni, kimə hansı üsul rahatdırsa, necə rahatdırsa onu da eləyə bilər. Yenə də deyirəm, şəkilləri Faberlic yəni proqramından və Google-dan da götürə bilərsiniz. Google-dan necə götürürsünüz, indi onu da göstərdim və salam. Google-dan da şəxsi kabinetimizə daxil olandan sonra burada yuxarıda 3 xətt var. Bax, bu 3 xətt məhsul kateqoriyalarına gedir, bizə aparır, yəni. Baxın, burada produksiya var, produksiya söhbəti var. Bax, bura daxil olanda müxtəlif yenə kateqoriyalar açılır. Məsələn, parfümeriyaya daxil oluram, jenşinam, yəni qadınlara, aromatlara, ətirlərə daxil oluram. Eyni ilə digər qaydada. Yəni, digər proqramda necə idisə, burada da eyni qaydada siz şəkilləri qaleriyanıza yaddaşa verə bilərsiniz ki, oradan da götürüb müəyyən dəstlər hazırlaya bilərsiniz. Bir dənə də bir üsul deyim ki, bu şəkilləri siz Gemini və ya ChatGPT, süni intellekt proqramlarına verib, onlardan, o proqramdan da istəyə bilərsiniz ki, sizin üçün maraqlı formatda cəzbedici bir şeylərlə şəkil dəsti hazırlasın və orada da istədiyiniz açılmadı ətirlər, bir dəqiqə bura daxil olaq, orada da istədiyiniz yazını verə bilərsiniz ki, bax bu yazını da yaz. Bir dəqiqə xanımlar. Baxın, açıldı. Deyək ki, məsələn, deyək ki, göz layinerinə daxil oluram. Bax, şəklin üzərindən, bax buradan, ümumi bir yerdən, üzərindən basıb saxladıqda, skachat izobrazeni, şəkli yaddaşa vermək. Bax, məsələn, onun üzərindən toxundum, həmən yazını. Bu şəkil mənim qaleriyama getdi və oradan da götürüb, görürsünüz, yükləndi. Oradan da götürüb yenə istifadə edə bilərik müəyyən dəstlər hazırlamaq üçün. Və yaxud da ki, indi Geminiyə mən daxil olub, buradan da göstərəcəm sizə. Geminiyə daxil oldum. Məsələn, buradan fotoğraflara daxil oluram. Məsələn, deyək ki, bunu seçirəm. Bunu seçirəm. Qatova verdim. Və oradan yazıram ki, bunlardan mənim üçün maraqlı
gözəl dəst hazırla. Yazı yaz. Məsələn, dəst deyək ki, məsələn, deyək 10 manata, 15 manata falan da indi mən təxmini yazıram. Məsələn, Instagram səhifənizi qoya bilərsiniz, bir başqa loqonuzdur. Yenə dediyim kimi, bayaqki bir şeyləri yazıb əlavə eləyə bilərsiniz. İndi onları da yazmıram, özünüz yəni o əmri verə bilərsiniz bu proqramlara. Gözləyirik. Burada məlumat verir. Şəkil hazırla. Məlumat verir. İndi gəlin bu hazırlayana qədər, baxın hazırlayır şəkil. Bu hazırlayana qədər, bax burada fikir verin. Bütün məhsullarımız haqqında məlumat verir bizə. Nə üçündür? Fikir verirsinizmi? Həqiqətən də çox maraqlıdır. Aha, baxın, şəkil hazırladı. Şəklin üzərindən basanda, ondan sonra burada, baxın, aşağıda kaydet sözü var. Kaydet sözünü basan kimi, hazırdır. Gördünüz necə gözəl hazırladı. Bu qədər sizə müxtəlif üsullar artıq fikir olaraq verdim, izah etdim. İndi artıq sizin fantaziyanıza qalır ki, bunlardan hansından necə istifadə etmək. Yəni, bu qədər gözəl üsullar olub da bunlardan yararlanmamaq artıq, yəni mən buna bilmirəm ki, necə bir ad vermək olar. Yəni, insan özü gərək öz işini özü görə, özü öyrənə, yenilikçi ola, araşdırmacı ola. Xüsusən də bir rəhbər olaraq sizə hər bir işin xırda detaylarına qədər izah verdiyim halda istəyərəm ki, hər birinin nəticəsini sizlərdən də alım. Hər kəsə uğurlar arzulayıram. Videomu bəyəndinizsə, sizin üçün faydalı oldusa, like etməyi, kanalıma abunə olmağı unutmayın.